Səhifəmizi izləyən hər kəsə salamlar. Mən Çinarə müəllimə. Bir il aradan sonra sizlər üçün yenidən qayda videosu ilə geri döndük. Bugün ta riyaziyyatın əvvəlindən ədəd və rəqəmin fərqindən danışacağam. Qaydamıza keçid etmədən öncə istəyirəm hazırlıqlarımız haqqında qısa məlumat verək. Fərdi və qrup şəklində müəllim və şagird hazırlıqlarımız mövcuddur. Əlaqə nömrəmiz 050 567 55 95 yazaraq qeydiyyata düşə bilərsiniz. Həmçinin bizim digər platforma Instagram və TikTok səhifələrimizdən də Çinarə müəllimə ibtidai yazıb izləyə bilərsiniz. İndi isə keçək dərsimizə. Deməli, riyaziyyat deyəndə ağla ilk bu sual gəlməlidir. Ədəd nədir, rəqəm nədir, ədəd və rəqəmin fərqi və bunu necə ayırt edək? Deməli, yazmışıq burada. Rəqəmlər 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni 10 dənə rəqəmimiz var və bütün ədədlər bu rəqəmlərdən yaranır. Ədəd isə yazmışıq. Natural ədədlər başlayır 1-dən, 2 rəqəmli, 3 rəqəmli və sonsuza qədər bu şəkildə davam edir. Bəs desəz ki, ay müəllimə, deyəndə ki, neçə rəqəmli ədəd? Məsələn, deyirəm ki, 2 rəqəmli ədəd yaz. Deyə bilərsiniz ki, müəllimə yazaq 37. 2 rəqəmli ədədin nəyi var? Təkliyi və onluğu. Desəm ki, bir rəqəmli ədəd yazın. Deyəcəksiniz ki, müəllimə 8, 9, 3, 2. Yəni 10-a qədər bütün ədədlərdən istifadə edə bilərsiniz. Onlar olacaq bir rəqəmli ədədlər. 1-dən başlayaraq 9-a daxil olmaqla. Desək ki, müəllimə 3 rəqəmli, bunlar ancaq təklikdən ibarətdir. Bunu da qeyd edək. Yəni ona çatmıyıbdır. Desəz ki, müəllimə 3 rəqəmli ədəd, deyəcəm ki, yazaq 297. Bu ədədin nəyi var? Təkliyi, onluğu və yüzlüyü. Desəz ki, müəllimə 4 rəqəmli ədəd yazaq, deyəcəm gəlin yazaq. Məsələn, yazaq, bu tərəfdən yazaq 5672. 4 rəqəmli ədədin nəyi var? Təkliyi, onluğu, yüzlüyü və minliyi. Bu şəkildə gedir. Yəni, ədədlə rəqəmin fərqini düşünürəm ki, bu qədər sadə şəkildə izahla anlamış olduq. Bir rəqəmli ədədlər ancaq təklikdən, 2 rəqəmlər təklik və onluqdan, 3 rəqəmlər təklik, onluq, yüzlükdən, 4 rəqəmlər təklik, onluq, yüzlük və minlikdən ibarət olacaq. Düşünürəm, qaydamız sadə idi, amma çoxu zaman bu nüansı qaçırdırdıq. Ona görə də istədim ilk videomuzu elə məhz bu qayda ilə başlamış olaq. İnşallah növbəti videolarımızda görüşənə qədər hələlik.